Kollektiv drenaj sistemləri suvarılan torpaqlarda qurun sularının səviyyəsinin tənzimlənməsi, torpaqların münbitliyinin qorunması və əkin sahələrinin məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sistemlərin normal fəaliyyəti ölkəmizdə ərzaq təhlükəsizliyi və ekoloji balans üçün əsas şərtlərdən biridir. Kənd təsərrüfatı sahəsində xüsusi əhəmiyyəti kəsb etdiyi nəzərə alaraq, Materiyal şöbəsi tərəfindən hazırlanmış plan qrafikə əsasən digər su və su təsərrüfatı obyektləri ilə yanaşı, kollektiv drenaj sistemlərində də mütəmadi monitorinqlər həyata keçirilir. Qrafikə uyğun olaraq xidmətin regional bölmələri tərəfindən kollektiv drenaj sistemlərində də qurun sularının sərbəst axımına mane olan amillərin aşkarlanması, su mühafizə zonalarının tələblərinə riayət olunması, eləcə də suların çirklənmədən və zibillənmədən mühafizəsinin təmin edilməsi istiqamətində monitorinqlər aparılır. Sadalanan hallarla bağlı nöqsan aşkar edildiyi təqdirdə həmin faktlarla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Qeyd etməliyik ki, tullantı sularının kollektiv sistemlərinə axıdılması texniki problemlərlə yanaşı torpaqların və yeraltı sularının çirklənməsinə də səbəb olur. Bununla da kollektiv drenaj sistemlərinin istismar rejimləri pozulur. Şəbəkəyə tullantı sularının daxil olması kollektiv sularının təkrar istifadədə böyük risklər yaradır. Sonradan bu hallar kənd təsərrüfatı istehsalında və ekoloji təhlükəsizliyin təminatında ciddi problemlərə səbəb olur. Beləliklə, digər proqramlarla yanaşı tərəfimizdən kollektiv drenaj sistemləri üzrə aparılan monitorinqlərin və görülən mühafizə tədbirlərinin əsas məqsədi torpaq və su ehtiyatlarımızı qorumaqdır. Çünki hər birimiz bilməliyik ki, torpaq və su sadəcə təbii resurs deyil, onlar xalqımızın ən böyük sərvəti, gələcək nəsillərə ötürəcəyimiz mirasdır. Gəlin bu sərvətlərimizi birlikdə qoruyaq.